Bakıda su və kanalizasiya sistemləri istismar müddətini başa vurub. Report xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikailov deyib. Bu xəttlərin çoxunun ömrü 40-50 il üçün nəzərdə tutulub. Hazırda onların istismar müddəti artıq bitib. Onun sözlərinə görə əsas kollektorların maksimal ötürücülük qabiliyyətinin formalaşan su miqdarını qarşılaya bilməməsi həm əhalinin artması, həm də yağış sularının həmin kollektorlara axıdılması ilə əlaqədardır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri bildirib ki, Bakı şəhərində əsas kanalizasiya magistrallarının istismarını çətinləşdirən, hətta mümkünsüz eləyən 1600-dən çox fərdi yaşayış evi və digər tikililərdir. Bu hallar bəzi ərazilərdə istismar müddəti bitmiş kanalizasiya sistemlərinin çökməsinə və əhalinin evlərinə ziyan dəyməsinə səbəb olur.